Salam, hər birinizi xoş gördük, ümidvaram yaxşısınız. Bugünkü mövzumuz istəyirik, amma niyə əldə edə bilmirik? İlk öncə onu sizin nəzərinizə çatdırım ki, biz Quran-Kərimə baxsaq, Ənam surəsinin 59-cu ayəsində bizə deyilir ki, yarpaq belə Allahın izni ilə ağacdan yerə enir. Demək, bu kainatda baş verən hər şey Allahın izni iləndir. Burada bir sual yaranır. Bəs mən bunu istəyirəm. Allah niyə izin vermir bunu əldə etməyimə? Əslində biz problemi Allahda yox. Biz problemi öz şuur altımızda, öz həyatımızda axtarmalıyıq. Əgər bu gün sən istədiyin bir şeyi əldə edə bilmirsənsə, bunun cavabı sənin şuur altında yatır. Şuur altının hansı mərhələsində yatır? Şuur altımızda olan neqativ inanclar. Bu pulla bağlı ola bilər, bu sevgi ilə bağlı ola bilər və s. və ilaxır. Məsələn, hamının ən çox eşitdiyi nədir? Ömür boyu böyüklərdən eşidiblər ki, pul əl çirkidir. Bugün əgər sən o pula əl çirki olaraq baxırsansa, o pul heç sənin həyatına gələrmi?